8 iyun 2025-ci il Alanya mərkəzdəyəm. Türkiyədə Qurban Bayramı günləri tətil davam edir. Hardasa birinci gündən sonra artıq iş günü başlayacaq. İnsanlar tətilini bitirəcəklər. Bugün sizə Alanyanın tam mərkəzində yerləşən Alanya Bələdiyyəsi Əngəlsiz Xalq Plajı Qalib Dərə anısına gözəl bir xalq plajını göstərəcəm. Mən əvvəllər həmişə buradan video çəkib paylaşırdım, qısa video. Amma burada bir maraqlı nüans var. Yeni bələdiyyə başqaları gələndən sonra buranı baxın necə gözəl düzəldiblər. Baxın biraz geridən göstərim sizə. Belə bir yazı qoyulub, belə bir giriş qoyulub bura. Həm əngəlli insanlar üçün, həm normal insanlar üçün hər cür şərait yaradılıb. Bura haradır? Yerini də göstərdim. Tam keçmiş bələdiyyənin arxası. Bura keçmiş bələdiyyənin binasıdır. İndi köçürülüb Oba rayonuna. Və hətta bu bələdiyyənin yerində nə tikilsin deyə qarşıda bir sorğu keçirilir. Orada 3-4 dildə yazılıb. Rus, İngilis, Türk dilindəki keçmiş bələdiyyə binasının yerinə nə yapalım? Yəni insanlar daxil olub sayta öz fikirlərini, təkliflərini yazırlar. Və bura doğrudan da gözəl şəkildə düzəldilib. Hətta buranı Avropa çimərliklərinə oxşadıram. Burada Alanya Bələdiyyəsi Wi-Fi var, ücretsiz. Baxın, giriş buradandır. Mən də daxil olam içəriyə. Yəni bilin ki, Alanyada belə gözəl, ücretsiz şəraiti olan çimərliklər var. Şərait nədən ibarətdir? İndi onu göstərəcəm. Baxın, bu tərəfdə duşlar, 4 tərəfli duşlar. Orada normal insanlar üçün soyunub geyinmə otaqları. Nəyə görə normal dedim? Çünki bu tərəfdə əngəlli qardaşlarımız, bacılarımız üçün soyunub geyinmə otaqları var. Ki onlar burada rahat hiss eləsinlər. Sadəcə onlar üçün. Digər insanlar isə o tərəfdə, arxa tərəfdə. Və burada belə bir yer yaradılıb. Ümumiyyətcə yeri qəşəng taxtadan düzəldiblər. Artıq insanların ayağı yanmır. Qum burada çox gözəldir. Orada can qurtaran yer var. Türk bayrağı asılıb. Baxın, burada belə bir qapalı, üstü qapalı şezlonglar olan hissədir. Burada dediyim kimi əngəlli qardaşlar və bacılar üçün soyunub geyinmə otağıdır. Duş bu tərəfdə də var. Yenə də burada onlar üçün şərait yaradılıb. Rahat oturub duş qəbul eləsinlər. Və burada da kölgə ərazidə. Baxın, şezlonglar. O tərəfdə hətta su şeyi də qoyulub, yəni soflar, pul atmaqla əldə edə bilərsiniz, bankamatik kimi. Qarşıda isə insanlar bax, adi soyunub geyinmə otaqları, duş, orada atraksiyonlardır, uşaqlar əylənirlər, ailəvi gələnlər çoxdur burada. Belə bir yer İncəqumda var, oranın dənizi çox gözəldir. Biz ailə olaraq o İncəqum plajına gedirik. Alanyadan buradan hardasa 20-25 dəqiqə məsafədədir. Amma buranın da qumu çox gözəldir. Orada dənizin içi çox səviyyəlidir. Uşaqlar üçün uyğundur. Hardasa 200 metr gedirsən, yenə də hələ çox dərin olmur deyə uşaqlar çimə bilir. Burada isə baxın, üzərinə yazılıb Alanya Bələdiyyəsi İşlətmə və İştiraklər Müdürlüyü, İştiraklər Müdürlüyü Xalq Plajı. Şezlonglar və şəmsiyələr də qoyulub. Və Alanya belə inkişaf edir. Gözəl yeniliklər. Gəmidə isə tur gəmiləri, çoxlu turistlər var. Həmişə Alanyada turistlərin çox olduğunu dənizdə olan tur gəmilərindən anlamaq olar. Nə zaman ki dənizdə çoxlu tur gəmiləri görürsünüz, üşütürlər, sağa sola üzürlər, deməli çoxlu turist var Alanyada. Bax belə ücretsiz xalq plajı yerli cəmaat üçün. Qarşıda da yaxt turların dayandığı ərazidir. Həmişə buraları çəkib göstərirəm. İnşallah baxaq görək köhnə bələdiyyə binasının yerində nə inşa olunacaq. Dənizdə insan çoxdur, hamı istirahətdədir, saat 3. Belə, bunu da çəkib göstərməyə özümə borc bildim. Həmişə, yəni biraz
masraflı yerləri göstərirəm. Bahalı şezlonglar, nə bilim, hamısı pullu olan yerləri çəkirəm. Bu dəfə isə gördüm ki, burada çox gözəl inkişaf və dəyişiklik var. Və bilin ki, Alanya'da belə bir ailəvi yerlər də var. Gələ bilərsiniz. Hər cür şərait yaradılıb. Əvvəllər bura bir də deyirəm boş idi. Bunlar heç biri yox idi. İndi isə baxın necə gözəl, hətta kölgə şərait də yaradılıb. Bunun üçün Alanya Belediyəsinə xüsusi təşəkkürlər düşür. Mən də videomu burada bitirirəm. İnşallah növbəti videolar gələcək. Sağ olun, var olun.